بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للتقوى والیقین والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین واللعن على اعدائهم اجمعین الى قیام یوم الدین. Bugün Ərəb aylarında Cəmadi-ü-Saninin 30-cu günüdür və inşallah sabah Rəcəb ayının biridir. Ötən illərdə Rəcəb ayının barəsində bəzi hədislər və Peyğəmbərimizin hikmətli kəlamlarından bir qədər danışmışıq. Ötən illərdə, aylarda, günlərdə, münasibətlərdə lazımlı qədər danışılıb. Mən fikirləşmirdim ki, bugün Rəcəb ayının barəsində danışam. Özüm üçün baxırdım dua kitablarına, öz dəftərimə, gördüm o hədislər ki, mən dəfələrlə onu demişəm, öz xəttimlə yazmışam, amma yenə də oxuyanda təzə gəlir. Elə bil ki, birinci dəfədir oxuyuram. Yəni, öz xəttimlə əgər oxumasaydım, elə bilərdim ki, mən heç o hədisi görməmişəm. Ona görə də fikirləşdim ki, möminlərin də hamısının yadında qalmayıb o keçən illərdə deyilən sözlər, hədislər və üstəgəl bəzi möminlər də var, onlar ola bilsin heç o birisi illərdə yoxudular. Ona görə də mən fikirləşdim, bugün çün Cəmadi-ü-Saninin axır günüdür və bu axşamdan, bu gecədən Rəcəb ayının əvvəlidir, bir neçə dəqiqə bəzi hədislər bu barədə danışaq. İnşallah Allah deyənə də, eşidənə də müvəffəqiyyət versin ki, bu hədislərə Rəcəb ayında və ondan sonraki aylarda, günlərdə inşallah əməl eləyək. Siz bilirsiniz ki, İslamdan əvvəl cahiliyyət ərəb devrində onların öz ənənələrinə əsasən 4 ay müharibə o aylarda haram elan olunmuşdur. 4 ay ərəb aylarında İslamdan da əvvəl cahiliyyət vaxtında o aylarda ərəblər müharibə eləməzdilər. O ayları indi kimin yadındadır, yadında olmasa da mən sayıram. Biri Ziqədədir, biri Zihəccədir, biri
Məhərrəmdir, dördüncüsü də Rəcəb ayı. Bu 4 ayda ərəblərin qanunu buyurmuş ki, müharibə olmaz. Bu ayların xüsusi ehtiramı varmış ərəblərin içərisində. Və bundan istifadə edirlər bəzi böyük alimlər, o cümlədən mərhum Seyyid İbn Tavus, İqbalul Əmal kitabı ki, ən mühüm dua kitablarından biridir. Orada o buyurur ki, Rəcəb ayının fəziləti, şərafəti və o ayın ehtiramın riayət etmək həm ağıl cəhətindən insana vacibdir, həm rivayətlərə əsasən insana lazımdır. Ağıl cəhətindən necə? Ağıl cəhətindən deyir belədir. Bir ayda ki, insan bir-birləri ilə pis əməli tərk eləyir, necə ola bilər ki, insan öz Allah ilə öz arasında pis əməlləri eləyə? Əgər bir ayın bu qədər ehtiramı var ki, insanlar öz aralarında onlar pis əməli ki, müharibədir, tətil eləyirlər, onda başqa pis əməlləri, günahları da insana lazımdır ki, belə bir müqəddəs ayda insan eləməyə oları. Çünki bu möhtərəm bir aydır. Bu ayda insan əmniyyət tapır. İnsan bu ayda fəzilətə daxil olur. İnsan bu ayda, siz baxın, Məhərrəmdən neçə ay keçir? Məhərrəmdən sonra Səfər, Səfərdən sonra Rəbiül-əvvəl, Rəbiüs-sani, Cəmadül-əvvəl, Cəmadüs-sani. 5 ay insan o müharibə haram olan aydan uzaqlaşıb. Elə bil ki, Allahın əmanından çıxıb. İndiki insan Rəcəb ayına daxil olub, ona görə də hiss eləyir ki, bu ayda bir əmniyyət tapıb. Bu ayda bir asayiş tapıb insan, rahatçılıq hiss eləyir insan özündə və bu ayda tüm pis əməlləri, hətta İslamdan qabaq, hətta insanlar öz bir-birlərinin arasında pis əməlləri kənara qoyurmuşlar, tətil eləyirmişlər, tərk eləyirmişlər. Mərhum Seyyid İbn Tavus deyir ki, necə ola bilər insan Allahla öz arasında pis əməlləri tərk eləməyə? Ona görə də buyurur, yox, Rəcəb ayında lazımdır insan günahları tərk eləsin, günahlardan uzaqlaşsın. Çünki günahın mənası budur ki, insan bir məqamın, bir əzəmətin qabağında dayanıb, o əzəmət və o şəvkəti ki, insana baxır, Allahın elmi, Allahın əzəməti, Allahın şəvkəti, Allahın cəbəruti insana nəzarət eləyir. İnsan Allahın əzəmətinin qarşısında əgər günah eləsə, bu çox böyük bir xətadır. Hətta səğirə günah. Çünki yazırlar ki, günah eləyəndə sən günahı nə ilə ölçürsən? Deyirsən, bu səğirədir, bu kəbirədir. Səğirə ilə kəbirəni, hala bu barədə inşallah başqa vaxt danışarıq günah barəsində. Amma səğirə kəbirəni o ayələrdə, o günahları ki, onları deyəndən sonra Quranda xalidun sözü var, onları kəbirə sayır üləma. Amma xalidun sözü olmayanda deyirlər səğirədir. Xalidun, yəni əzabın əbədi olmağı. Hansı əzabdan sonra Quran ayəsi buyurur,
bu əzab əbədi olacaq, o günah kəbirədir. Amma əgər xalidun sözü olmasa, günah səğirədir. Lakin, əgər insan səğirəni bir-birinin dalıcan eləsə, ki ona deyirlər israr. Əgər insan səğirədə israr eləsə, yəni bir səğirə elədi, haya eləmədi ikincisi, haya eləmədi üçüncüsü, tövbə eləmədi dördüncüsü, utanmadı beşincisi, səğirəni bir-birinin dalıcan insan eləsə, büyün bir günah eləyir, xəcalət çəkmir, sabada bir günah eləyir. Əgər insan səğirəni davam etdirsə, səğiriyə davam etdirmək özü kəbirədir. Onu da buyururlar ki, o da kəbirə sayılır. Belə çıxır ki, insanın Allah arasında günahların içində day səğirə yoxdur. Bu bir cəhəti, biri də budur ki, əgər insan Allahın qarşısında günah eləyir, qanunu pozur, qanunu pozandan sonra ya böyük günah elə, ya kiçik günah elə. Qanunu sən pozdun, qanun pozulandan sonra day elə bil ki, suyun içinə batıbsan, su başdan keçdi, ya bir qarıc, ya ondan çox, buyurur, belədir. Hədisdə var, İmam Sadiq əleyhissalamın bir gözəl cümləsi var, İshaq ibn Əmmara deyir. Deyir ki, xəfillah, qorx Allahdan. O əzəmətin qarşısında sən onunla müxalifət eləmə. Sən onun dediyinin əksin eləmə. Günah Allahın dediyinin əksidir. Buyurur, xəfillah, qorx Allahdan. Niyə? Kəənnəkə tərahu, elə bil ki, sən onu görürsən. فَاِنْ كُنْتَ لَا تَرَاهُ فَاِنَّهُ يَرَاكَ. Əgər sən onu görmürsən, o ki səni görür. Sən Allahın əzəmətinin bərabərində günah eləmə. Ondan sonra Həzrət buyurur, فَاِنْ كُنْتَ تَرَا اَنَّهُ لَا يَرَاكَ. Amma əgər belə fikirləşirsən ki, o səni görmür, fəqət kəfərdə, onda kafir olarsan sən. Və in kuntə tə'ləm ənəhu yərəkə. Amma yox, əgər əqidən belədir ki, Allah səni görür, sümmə bərəztə ləhu bil məsiyə, bunu biləndən sonra Allah qarşısında günah eləyirsən, fəqət cəaltəhu min əhvənin nazirinə əleyk. Sənə baxanların içərisində Allahı ən zəif baxan təsəvvür eləyirsən. Çünki əgər oturubsan günah eləyirsən, bir insan görsün, baxır sənə günah eləməyəcəksən. Hətta əgər 5 yaşında uşaq dayanıb sənə baxsa günah eləməyəcəksən. Sən ki, Həzrət buyurur, tək otaqda oturubsan, günah eləyirsən, xəlvətdə günah eləyirsən, gizlində günah eləyirsən, belə çıxır ki, sən Allahı elə bilirsən, səni görmür. Əgər elə bilirsən, görmür, onda sən kafir olarsan. Amma deyirsən, yox, görür, qoy görsün, günah eləyirsən, 5 yaşında uşaqcanda sən Allahı hesaba qoymadın. Necə olacaq sənin işin Allahına? İttəqu məasiyəllah. Əli əleyhissalam buyurur, İttəqu məasiyəllah fil xələvat. Xəlvətlərdə oturub günah eləyəndə qorxun Allahdan. Niyə görə? فَاِنَّ الشَّاهِدَ هُوَ الْحَاكِمِ. Çünki qiyamətin günündə səni məhkəməyə çəkən Allah özü hakimdir orada və bu gün özü şahiddir sənə. Bir var ki, özü görmür, şahidləri çağırın gəlsin. Bəli, o şahidin əlinə bir şey verdin, ondan sonra keçdi, baxdı, gördü, hə, yaxşıdır, şəhadət verdi.
Buyurur, qiyamət günü belə şey yoxdur. Qiyamətin günündə o məhkəməyə çəkən Allah özü dünyada sənə şahiddir və baxır, görür, bilir və sənin namında yazılır və onları sənin özünə verəcəklər. Buna görə də buyurur, bax, Rəcəb ayının fəzilətindən budur ki, insanın əqli də insana deyir ki, günah eləməsin. Amma rivayətlərdə Rəcəbin özünün xüsusi bir fəziləti var. Hədisdə buyurur, Rəcəb ayı Əmirul Müminin əleyhissalamə aiddir. Bəzi hədislər belədir. Şaban ayı Peyğəmbərə aiddir. Ramazan isə Allahın özünə aiddir. Və bunlar üçü eyni dərəcədə gedirlər. Bəzi hədisdə var, Rəcəb ayı Allahın ayıdır. Hədislərdə var, Rəcəb sözü cənnətin arxlarından biridir. Oradan su axır. Amma nə gedir o arxın içində nə var? Deyir, orada südlər var, orada o arxıda axanlar həm süddən ağdır, həm baldan şirindir. Belənci bir arxın adı orada Rəcəbdir və onun adını bura qoyublar. Buyurur, hər kəs bu ayda bir gün oruç tutsa, Allah cənnətin o arxının suyundan buna nəsib eləyəcək. Əgər Rəcəb ayında bir gün oruç tutsa, hədislərin içərisində bu hədisi siz dəfələrlə eşidibsiniz və çox gözəl hədisdir insan Rəcəb ayında. Əgər bu bir dənə hədisi yadında saxlaya bilsə, mənə belə gəlir ki, Rəcəbin hörmətini saxlaya bilər. O budur ki, Peyğəmbər buyurur, İslam Peyğəmbəri buyurur, Allahın 7-ci ərşində bir mələkə var, o mələkənin adı Da'idir onun adı. Da'i ərəb sözündə dəvət eləyənə deyirlər, çağırana deyirlər. O ki, çağırır, dəvət eləyir, ona deyilir Əd-Da'i, yəni dəvət eləyən. Deyir, Allah o mələkəni orada təyin eləyib, ta Rəcəb ayında onun işi başlanır. İldə bir ay o iş görür. O da Rəcəb ayındadır. Deyir, hər gecə səhərə qədər çağırır. Nə çağırır? Deyir, xoş olsun o insanların halına ki, Rəcəb ayının gecələrində Allaha münacat edir. Xoş olsun o insanların halına ki, Rəcəb ayında Allahı itaət edir. Əyyuhən-nas, o belə çağırır. Əyyuhən-nas, ay cəmaat, Allah deyir, mən sevirəm o insanı ki, məni sevir. Mən qulaq asıram, eşidirəm o insanı ki, məni eşidir. Bağışlayıram o insanı ki, məndən bağışlanmaq istəyir. Əgər istəməsə yox, ay mənim ayımdır, bəndə mənim bəndəmdir, rəhmət mənimkidir. Bunlar Allahın sözüdür. Ondan sonra buyurur, mən bu ayda özümlə bəndələrimin arasında bir dənə vasitə qərar vermişəm. Hər kəs o vasitədən, vasitə ip kimin bir şeydir. Deyir, mən bu ayda bir vəsilə qərar vermişəm. Hər kəs ondan yapışsa, o gəlib məni tapacaq. O mənə çatacaq. Allah rəhmət eləsin. Mərhum Ayətullah Mirzə Cavad ağa Məlikki Təbrizi böyük ariflərdən biridir. O bu hədisi öz kitabında, Əl-Müraqibat kitabında nəql eləyir. Nəql eləyəndən sonra deyir, Rəcəb ayının ən mühüm əməllərindən budur ki, insanın yadından çıxmaya ki, o mələkə insanı çağırır. O yadından çıxmaya.
Əgər bir insanın o yadından çıxmasa, buyurur, onda buna cavab gələcək. Hər kəs o mələkənin nidasına cavab versə, hər kəs onun dəvətinə cavab versə, mərhum Məliki yazır ki, onun cavabında ləbbeyk sözü gələcək. Ləbbeykə və sə'deyk və səlatu və səlamu aleyk. Allahın ona cavabı gəlir. Mənim bəndəm, məni çağırırsan və səlatu və səlamu aleyk. Mən də sənə salam göndərirəm. Mən də sənə salavat göndərirəm. Bu bilirsən nəyə oxşuyur? Bu ona oxşuyur ki, elə bir zəng gəlir telefonda. Zəng gələndən sonra sən nə qədər onu götürməyibsən, danışa bilərsən nə? Mümkündür. Gərək götürəsən, ondan sonra o səndən danışar. İndi birdən sən zəng eləyibsən. Əgər o alo deməsə, sən onunla danışacaqsan? Yox. Sən ki zəng elədin, o çağırır. O çağırandan sonra sənə ondan alo səsi gəldi, danışacaqsan. Gəlmədi, qoyacaqsan yerə. Buyurur, bax, o mələkənin cavabın əgər verməsən, sənə cavab gəlməyəcək. O ki, səni çağırır, Allah zəng eləyir sənə. Gərək gecəni durasan, deyəsən ki, ilahi, da'i məni çağırdı, mən də cavab verirəm. İndi ki durmuşam, indi ki dəstəmaz almışam, indi ki oturmuşam, qiblədə namaz qılıram, mən də səni çağırıram. Allah buyurur, sən əgər o mələkənin cavabını verdin, mənim salamım sənə gələcək. Day ona darıxma, səninki oracanıdır. Həzrəti Adəm yaranıb. Yaranandan sonra söhbət eləyiblər. Dirildi, ruh gəldi, hərəkət elədi və əlləmə, Allah öyrətdi Adəmə əsmani. Əsma nədir? Yəni bütün elmlərin hamısını ona öyrətdi. Çünki orada da ustad yox idi. Orada sinif yox idi, institut yox idi, məktəb yox idi. Onların hamısını Allah özü onu yaradandan sonra elə ki öz ruhundan ona daxil elədi, elmlərin hamısını öyrətdi Adəmə. İndi Adəm də sual soruşur. Yavaş-yavaş beyninə gəlir, sözlər, söhbətlər, suallar soruşur. O sual-cavablar kitablarda var, hədislərdə, maraqlı söhbətlər var onların içində. Biri də budur. Həzrəti Adəm deyir ki, ilahi, sənin yanında ən yaxşı vaxtlardan ki, sən onu sevirsən, mənə buyur. Allah buyurur ki, ya Adəm, Rəcəb ayının 15-i. Rəcəb ayının 15-i. O ən yaxşı vaxtlardan biridir. Adəm, sənin nəslündən bir peyğəmbər yaradacağam, o İslam peyğəmbəri kimin tanınacaq və onun özünə də, ümmətinə də bərəkət verəcəyəm. Və o bərəkətlərdən biri budur ki, Rəcəb ayının 15-in məxsus eləmişəm o peyğəmbərə və o peyğəmbərin ümmətinə. Hər kəs Rəcəb ayının 15-ində bir gün o 15-i günü oruç tuta və məndən istəyə, nə istəsə o gün verəcəyəm ona. Nə istəyir istəsin. Nə istəyir istəsin. Rəcəb ayının 15-ində fəzilət yaradıb Allah. Ondan sonra buyurur, hədisdə var. Bir gün oruç tutasan, özünün savabı müəyyən qədər. Buyurur, Allah, əgər insan bir gün Rəcəb ayında oruç tutsa, Allah günahlarının hamısını bağışlayır. Ondan sonra buyurur, əgər o gündə sədəqə verə,
əgər o gündə xuzu eləyə, əgər o gündə Allaha itaət eləyə, sayır bir sayır, bunları sayandan sonra deyir ki, ya Adəm, sən də öz balalarına, nəslüvə denən Rəcəb ayın gözlüyü. Rəcəb ayında günah eləməyin. Rəcəb ayında Allahla səmimi olun. Qoymayın aroza şeytan girə. Qoymayın şeytan çıxarda. Qoymayın o səfa, səmimiyyəti şeytan poza. Onu qoymayın. Rəcəb ayının rivayətlərdə fəziləti beləncidir. O ayda tövsiyələr olub. İnşallah sabahdan başlanır. Mən onları şərh vermirəm, inşallah ki, hamısını deyə bilim. Şərh versək qalarıq. Birincisi budur ki, Rəcəb ayında insan tövbə eləyə, istiğfar eləyə. Əstəğfirullah Rəbbi və ətubu ileyh. Hədisdə var, hər kəs Rəcəb ayının hamısında sübh 70 dəfə bunu deyə, axşamda 70 dəfə bunu deyə. Bu ay qutaranda Allah bunu günahlarından ayırar. Günahlarından ayrılar bu. Sübh 70 dəfə deyir, axşamda 70 dəfə deyir. Allahümme gfirli və tub aleyyə. Bu da onun yanındadır. Əgər 70 dəfə bunu desə, buyurur, mən bağışlayıram onu. Quran oxumağın Rəcəb ayında fəziləti çoxdur. Sədəqə verməyin fəziləti çoxdur. Sədəqə o deməkdir ki, çox verəsən. Yox, buyurur, hətta az da olsa. 10 qəpik, 20 qəpik, 30 qəpik, az, çox, nə qədər imkanında var. Hətta az da olsa, amma sədəqəsiz qoyma keçsin. Sədəqənin xüsusi yeri var. Bağışlamaq möminləri, insanları əfv eləyəsən, bağışlayasan, Allahın xoşu gəlir. Görürsən, hamını bağışladın. Ondan sonra buyurur, yaxşı, sən ki hamını bağışladın, indi nail olubsan o dərəcəyə ki, mən də səni bağışlayam. Sən ki belə elədin. İmam Hüseyin əleyhissalamın ziyarəti Rəcəb ayında fəziləti çoxdur. Zikrilər var Rəcəb ayında. Hədis var, əgər ay müddətin ərzində, bir ay müddətin ərzində hər kəs eləyə bilsə 1000 dəfə la ilahə illallah deyə fəziləti var. Əgər eləyə bilsə qul huvallahu oxuya 100 dəfə də yazıblar, 1000 dəfə də yazıblar, 10.000 dəfə də yazıblar ay ərzində. Bu bir ayın içində. Salavatın həddi yoxdur. Yəni 100 dənə, 500 dənə ona say qoymayıblar. Onun həddi yoxdur. Nə qədər insan eləyə bilsə Rəcəb ayında dil salavat deyə ona fəzilətdir. Bir də buyurur, dua eləmək. Dua Rəcəb ayında tez qəbul olur. Dua iki cürdür. Bəzi duaların adına məsur deyilir. Yəni o dualar ki, məsum bizə təyin eləyib. Kümeyl duası kimin, əhd duası kimin, o başqa dualar ki yazılıb. Ya mən ərcuhu likulli xeyr və amənu səxətəhu ki namazlardan sonra oxunur. Biri bu dualardır. İkincisi də budur ki, buyurur, insan istədiklərin Allahdan istəyə. Nə istəyirsən istə. Bir nəfər hədislərdə var, deyir, babam deyir, dünyasını dəyişdi, mal qaldı atamla əmimə. Əmim atamla iki qardaş mal olaraq qalmışdı. Sonra deyir, mümkün olmadı, atama imkan vermədilər, o da dünyasını dəyişdi, mənim də gücüm çatmadı. Nə var idi, apardılar. Oğlanları da çox idi, neçə dənə oğlu var idi, gücüm çatmadı, mümkün olmadı. Sonra deyir, gördüm ki, belə oldu da, gücüm çatmır, imkan eləyə bilmədim. Deyir, qaldım, gözlədim, ta Rəcəb ayı gəldi. Rəcəb ayında deyir, onlara nifrin elədim. Mən də danışmıram hadisəni, uzun hadisədir, hədisi çox genişdir bunun. Deyir, necə nifrin eləmişdim, elə o cürdə oldular. Necə demişdim, duanı deyə eləmədim orada. Qaldım, gözlədim, ta Rəcəb ayı gəlsin. Bunun Quranda da kökü var, bax bu sözün. Elə belə söz deyir.
Həzrəti Yusufun uşaqları gəldi, qardaşları gəldilər atalarına, dedilər bizi dua elə. Həftənin ortasında Yaqub Peyğəmbər saxladı duanı. Dedilər bən niyə eləmirsən? Dedi saxlayıram cümə axşamına. Cümə axşamında dua qəbul olar. Yəni bəzi zamanlar var ki, o zamanlarda dua qəbul olar, nifrin tez qəbul olar. Rəcəb ayı onlardandır. İnsanın hər nə sözü var, Allahla münacatı var. Onları Rəcəb ayında onlar mümkündür ki, insan eləyə. Bax, bu da bir əməllərdən biridir, 7. 8-incisi oruçdur. Orucla namazın xüsusi fəziləti var bu ayda. Möminlər bilirlər, mən birin ikisini onlardan deyirəm, yenə kim istəsə soruşsa, sonra mən deyərəm, həm sənədin deyərəm bu rivayətlərin, həm də qaydasını deyərəm bunların. Buyurur, bax, hər şeyin, elə bil gedirsən bazara, baxırsan köynəklərə, soruşursan, bu köynəklər neçədir? Deyir, hərəsinin öz qiyməti var. Köynəklər neçədir? Yox. Bu köynək neçədir? O köynək neçədir? Köynək var 5 manat, köynək var 50 manat. Hansını istəyirsən? Hərəsinin öz qiyməti var. Rəcəb ayının oruçlarının, bax, bir gününün öz qiyməti var. 2 gün tutsa öz qiyməti var. 3 gün tutsa öz qiyməti var. 4 gün tutsa öz qiyməti var. 7 gün tutsa, hədisdə var, Allah cəhənnəmin 7 qapısı var, 7-sini də buna bağlayar. 8 gün tutsa, hədisdə var, cənnətin 8 qapısı var, 8-inin də qapısını Allah açar bunun üzünə. 9 gün tutsa belə olar, 10 gün tutsa belə olar, 15 gün ta 30 günə qədər hamısının öz yerində əcri savabı var ki, mən onları demirəm, o savabları. Amma bu onun hər bir gününün öz. Bir dənə də Rəcəb ayının orucu var. O insanlar ki, hamısını tuta bilməyəcəklər. Buyurur, əgər bu ayın içində bir dənə cümə axşamı, yəni 4-cü gün, bir dənə 5-ci gün, bir dənə 6-cı gün, ardıcı, hər kəs bu 3 günü oruç tutsa, fərq eləməz indi bu həftə, o birisi həftə, o birisi həftə, yəni 4-cü, 5-ci, 6-cı günləri. 3 gün əgər oruç tutsa, Məfatih də yazır. Mərhum Seyyid ibn Tavus da yazır İqbalda, deyir Allah 900 il ibadəti onun namı, əməlində yazacaq. Çünki Rəcəb ayı Allahın rəhmətidir. İstir öz rəhmətini nazil eləyə. Bizə çox gəlir. Amma Allahın rəhməti ilə ölçəndə çoxdur. Allahın rəhmətidir bu. Buyurur, əgər Rəcəb ayında, Rəcəbin 13-ü, 14-ü, 15-i, 3 gün hər kəs ardıcı oruç tutsa, onun savabının həddi yoxdur buyurur. Həddi yazmayıblar ona. Həzrət buyurur, mən onun həddini bilmirəm. Əgər Rəcəbin 13-ü, 14-ü, 15-i insan oruç tutsa, bax buyurur belədir. Peyğəmbər buyurdu, əgər 30 günün hamısını tutsa, onda Allah buna deyir ki, mənim bəndəm, büyünəcən nə eləmişdin? Bağlandı, qoyduq qırağa. Büyündən elə bil dünyaya gəlibsən, get əməl elə. Nə var idi büyün? Hamısı nol, raşo. Bir nəfər durdu, ayağa sual verdi. Dedi, ya Rəsulallah, bəzən insan xəstə olur, eləyə bilmir. O neynəsin? Həzrət buyurdu, əgər eləyə bilmir, hər gününə bir nəfərin qarnını doyursun. Bir acın qarnını doyursun, hər bir gününə. Sonra dedi ki, əgər birdən imkansız adamdır, imkanı yoxdur, kasıb adamdır, o neynəsin? Həzrət buyurdu, o savaba çatmaq üçün onda gündə 100 dəfə bir zikr öyrədirəm, onu desin. O zikri mən yazmışam, kim istəsə sonra gələr deyərəm.
desəm yadınızda qalmayacaq. Subhanəl ilahil cəlil, subhanə mən la yənbəği ət-təsbihu illa ləh, subhanəl əzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhlun. Hər kəs buyurur, onu da eləyə bilməsə, 100 dəfə bunu desə, o savaba bəlkə çata. Bax, bu orucunun barəsində. Bundan da başqa hədislər var, sonra kim istəsə mən onu deyə bilərəm. Amma namazlar ki var bu ayda, o insanlar ki gözləyir bayaq da və bir neçə nəfər də bu barədə soruşdular, dedim deyəcəyəm. Mən namazların da asanlarından bir dənə, iki dənə deyirəm. Kimin yadında qalsa qalsın, kim də istəsə yenə də soruşar deyərəm. Rəcəb ayının bu gecə əvvəl gecəsidir. Birinci gecə bu gecədir. Bu gecənin özünün bir dənə namazı var, iki dənə. Kim istəsə ikisini də qıla, kim istəsə hansını istəsə qıla. O da budur ki, buyurur, 2 rəkət namazdır, məğrib namazından sonra. Bir dənə həmd hər rəkətdə. Ələm nəşrəh ləkə sədrək, bir dəfə, qul huvallah 3 dəfə. Bu əvvəl rəkət, ikinci rəkətdə də bir dənə həmd idi, bir dənə ələm nəşrəh, bir də muəvvəzəteyn. Yəni, qul əuzu birəbbin nas, qul əuzu birəbbil fələq. Buyurur, bax, budur, əssalamlardan sonra 30 dəfə la ilahə illallah, 30 dəfə salavat deyəcək. Bu Rəcəb ayının əvvəl gecəsinin namazıdır. Bir dənə də namazı var, o 20 rəkətdir. Amma bir həmd, bir qul huvallahdır hər rəkətdə. Buyurur, hər kəs bu namazı qılsa, Allah onun özündə, ailəsində, malında səlamət eləyir və bir də qəbrin, əzabın ondan götürür. Qəbrin o ki, insan bir ömür qorxura qəbirdən. Bir yol danışanda dedim, onların hamısının dərmanı var. Necə canda ağrı olsa dərmanlar var. Biri deyir, ürəyim, o da deyir, bunun dərmanı budur. Başım ağrıyır, dərmanı budur. Təzyiq yuxarıdır, dərmanı budur. Təzyiq aşağıdır, dərmanı budur. Hər şeyin dərmanı var da. Buyurur, əgər qorxursan qəbirdən, indidən narahatsan ki, ilahi qəbirdə nə olacaq? Onun dərmanları var, tabletkalar var, onlardan istifadə eləyərsən, ta inşallah buyurur, orada sənə əlac olacaq. O tabletkaların biri, budur ki, buyurur, Rəcəb ayının əvvəl gecəsində 20 rəkət onun namazı var. Bu biridir. Bir dənə də namaz var, o əvvəl gecə, ikinci gecə söhbəti yoxdur. Buyurur, hər gecə 2 rəkət namazı var, ta Rəcəb ayı qutarana qədər. Onda da insan 2 rəkətdir, 2 rəkət. Hər rəkətində həmdidən sonra 3 dəfə qul ya əyyuhəl kafirundir, bir dəfə də qul huvəllah. Hər gecə bu 2 rəkət namazı əgər insan qılsa, onun özünün yeri var. Bir dənə də balaca duası var, məfatihdə ona baxarsınız. Həzrət buyurur, hər kəs bu namazı 30 gecə, hər gecə 2 rəkət qıla bilsə, 70 dənə həccin savabın ona yazacaqlar. Buyurur, bax, buna fəzilət verir. Bir dənə də namaz var, onu da mən deyirəm, qalanın keçək. Həzrət buyurur, bu ayın içərisində, gecələrin birində, hansı gecə istəyirsən, 2-ci, 5-ci, ta axıracan vaxtı var. Bir dənə namaz qılacaqsan, 2 rəkət, o 2 rəkətdə, hər rəkətdə bir həmd deyəcəksən, bir də 2 rəkətin ikisində 100 dənə qul huvallah. İndi istəyirsən hərəsində 50-sindir, istəyirsən birində bir dənədir, birində 99 dənədir, o sənin öz işindir. 100 dənə qul huvallahı 2 rəkətin içində deyəcəksən. Buyurur, bax, bu da o namazlardan biridir, o birisi namazları da soruşarsınız, deyərəm inşallah. Bir də ki, əvvəlində, ortasında, axırında quslu var. Əgər Rəcəb ayı ki, daxil oldu, qusl eləyir. Ortasında da 15-ində qusl eləyir, axırında da qusl eləyir. Hədisdə var, hər kəs bu 3 dənə qusl eləsə, elə bil anadan təzə dünyaya gəlib. Allah onun günahların, o quslun şərafətinə bağışlayır. Mən bunlardan keçirəm.
Bir dənə də söz deyim, ondan sonra dua eləyək. O bir dənə söz nədir? Çünki bunun vaxtı keçəcək. O birisilərə vaxt var. Amma bunun vaxtı keçəcək. Onun vaxtı budur ki, Rəcəb ayının əvvəl cümə axşamısı, neçə gün qalır? Sabah 6-cı gündür. Bazar günü 1-ci gün ta 4-cü gün. 4-cü gün Rəcəbin əvvəl cümə axşamısıdır. Axşam cümə axşamısıdır. O günə deyilir Leylətür Rəğaib. Leylətür Rəğaib, yəni o gecədir ki, insan istədiklərinə çatır. Mənasını belə deyək. Leylətür Rəğaib, yəni o gecə ki, insan istədiklərinin hamısına çatır. O gecənin əməli günüzdən başlanır. Yəni gərək 4-cü gün cümə axşamın oruc olasan, elə ki oruç tutdun, axşam oldu azan, iftar elədin, məğrib namazını qıldın, məğrib namazından sonra 12 rəkət onun namazı var. 12 rəkət namazı çox da çətin namazdır, asan namazdır. Məğrib ilə işanın arasında hər 2 rəkətdə bir dənə salam verirsən və hər rəkətdə də bir dənə həmd oxuyursan, bir dənə qul huvallah, 3 dənə inna anzalna, bir dənə həmd, 3 dənə inna anzalna, 12 dənə qul huvallah, hər bir rəkətdə. Özdə 12 rəkətdir. Onu qutarandan sonra bir dənə, 2 dənə də zikri var, o deyilir. Peyğəmbər buyurur, elə ki insan dünyasını dəyişdi, apardılar, qoydular qəbrə, bir nurani vücud gəlir bunun yanına. Bu ona deyir, sən kimsən? Deyir ki, necə? Deyir, mən indiyəcən sən kimin gözəl görməmişəm. Sən kimin xoş iyi görməmişəm. Sən kimin xoş söhbət görməmişəm. Sən hardan gəlibsən? Deyir, yadında olsa filan ildə, filan ayda, Rəcəb ayında, Rəğaib gecəsində bir dənə namaz qıldın, mən o namazam göndəriblər, qiyamətəcən sənin yanında qalacağam, qorxmayacaqsan. Peyğəmbər buyurur, əgər Rəğaib gecəsi o namazı biri kefi istədi, qılmadı, Allah qəbul eləsin. Nəyi? Günah eləməyib onları, ibadət eləyib onları, şam namazı qılıb onu, işa namazı qılıb onu. Amma əgər birdən Allah müvəffəqiyyət verdi, o namaza özün çatdıra bildi, buyurur o namazın fəziləti başqadır, xasiyyəti də başqadır. Rəğaib gününün məfatihdə də var. Mömin qardaşlar eləyə bilərlər, baxalar və özləri o duaları oradan götürüb öyrənələr. Məfatih həm tərcüməsi var, həm ərəbcəsi var, möminlər istifadə eləyə bilərlər. İnşallah mənim xahişim budur ki, Rəcəb ayında dua eləyəndə məni də dua eləyin, hacətlərimi dua eləyin. Mən də inşallah əlimdən nə gəlsə sizi dua eləyərəm. Sizin ürəyinizdən nə hacət keçir, Allahdan onları mən də istəyərəm. Mömin bir-birin dua eləyəndə, özü olmayan yerdə dua eləsə, hədislərdə var. O dua tez qəbul olar. Bir dənə də mətləb deyim, o da budur ki, sabahları 6-cı gün saat 8-in yarısından burada mərasim var. Ta namaza qədər, namazdan sonra da inşallah ehsan olacaq. Allah bütün ölənlər üzə rəhmət eləsin. İmam Xumeyninin ildönüm münasibəti ilə inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm el-ə'azzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah, ya Allah. İlahi
əllərimizi naumid qaytarma. İlahi amin deyən dilləri lal öldürmə. İlahi dualarımızı müstəcab elə. Ölənlərimizi qəriq rəhmət elə. Aqibətimizi xətm bi xeyr elə. İlahi hamımızın hacətlərimizi rəva elə. İlahi o möminlər ki məclisimizdə var idilar, indi torpaq altındadılar. Hamısının qəbrinə bu məclisdən feyzi aid elə. Pərverdigara xəstələrimizə şəfa kəramət elə. İltimas dua deyən xəstələrə şəfa kəramət elə. Nəzərdə olan xəstələrə şəfa kəramət elə. Pərverdigara bağışlamamış Kərbəlai eləməmiş bizi qəbrə aparma. İlahi axir saətimizdə İmam Hüseyin ağanın mübarək qədəmlərin başımızın üstündən əskik eləmə. Pərverdigara İzzətün Cəlalın xatirinə İmam zamanımızın mübarək cəmalinin ziyarətin bizə nəsib elə. Allah bizi o həzrətin əskərlərindən qərar ver. Pərverdigara İmam zamanımızın zuhurində təcil elə. بحق محمد وآله وبحق سورة المباركة الفاتحة مع الصلوات.